Tünzəli. utanmır. Ay Tünzəli. Eşitirsən məni? Mənə bax. Bəli, bəli. Buradadır, burada. Sənin anan. Ay qız. Ey. Ay buradadır. Bura bax. Sənin Hadi anan. ya bir saniye o elə yanaşmayın da fişt ey o nədir? Oteldə mənimlə Adam bir ilk yerdə dəfə qalır. efirə çıxır, adam həyəcanlıdır, adam Səhərdən səsin axşamacan hardan gəldiyini ağlayırdı, bilmir. sənin Elə şey anan olar. həyəcanlıdır, Xüsusilə zobu bəli. xəstəliyi olan adamdır, adam nə yoxsa duruşuna baxın onun, vəziyyətinə baxın, onun psixoloji gərgin vəziyyətinə, onun səhhətinə baxın. Bu nə yanaşmadır? Fişt ey. Münəvvər xanım, özün kitabdan danışırsan, dəftərdən danışırsan, alimlikdən danışırsan, oxumaqdan danışırsan. Adam sənə nə danışır? Bir dənə kitab üzü açmayan qadın bayaqdan oturub burada ədəblə, ərkandan öz taliyində baş verənləri danışır. Və sizin onu çağırmaq tərzinizə baxın. Nə bilim gördüm baxmır, mən dedim ay qız bax. Ya olmaz axı elə. Yaxşı Sənin oxumusan, anan oxuyan nədir adam ya? adamı belə çağırır. Fişt ey. Hər söz Kafedə, restoranda belə bir-birlərini çağıranda bəy deyə müraciət eləyirlər. Afisiyantlar belə bir-birinə deyir ki, bəy, zəhmət olmasa yaxınlaş. Valla burada hər söz danışılır, heç kəsə Sizdən gözləmirəm. Mən hamıdan gözləyə bilərəm. Hamı Amma orada nə Münəvvərdən danışır? yox. Oxumuş, savadlı, neçə illər idarəçilik eləyən Münəvvərdən gözləmirəm. Ona görə qıcıq oluram.